Elhamdülillah ve salatu ve selamu ala eşrafil enbiya'i vel murselin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli ve zidna ilme amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah Azze ve Celle nasip ederse İslam ümmətində İxtilaf və Təfriqə Müsibəti isimli kitabımızı oxumağa davam edirik. Bu da 8-ci qiraətimizdir Allah'ın izniyle. Avamlardan dində elmi az olan cahillər bəlkə də sahabələrin dində xəta etməsinin mümkünsüz olduğu vəhminə qapılmışlar ki, bu da tam bir cəhalətdir və zəruri olaraq öz sahibini uzaq bir cəhalətə sürükləyir. Çünki o, doğru saydığı bu xətanın sahabələr radiyallahu anhumdan çıxdığına istinad edərək dində xətaya ittiba etməyə aparıb çıxarır. Bu pərdəni bir çoxlarının gözlərindən qaldırmağımız üçün sahabələr radiyallahu anhumun etdiyi bir sıra xətaları ard-arda zikr edəcəyik. Əvvəlcə onu deyək ki, özlərindən belə xətaların sadır olması əsla onların ali məqamına zərər vermir. Çünki onlar bəşərdirlər və məsum deyirlər. Ona görə ki, onlar üçün aləmlərin Rəbbi tərəfindən bir hüsnə yazılmışdır. Allah təbarəkə və teala buyurur. İnnellezîne sebaqat lehum minnel husna ulaike anha mub'adun. La yesma'un hasîsaha ve hum fî meştehet enfusuhum halidun. La yahzunuhumul feza'ul akbaru ve tetelaqqahumul melâiketu hâdâ yevmukumullezî kuntum tu'adun. Şübhə yoxdur ki, öncədən özləri üçün bizdən hüsnə, yəni cənnət, gözəl aqibət yazılmış kimsələr ki var, məhz onlar oddan, yəni ateşdən, cəhənnəmdən uzaqlaşdırılanlardır. Onlar onun, yəni cəhənnəmin xəfif bir xışıltısını belə eşitməyəcəklər və üstəlik onlar nəfslərinin istədiyi şeylərin içində daimidirlər. Ən böyük qorxu, yəni hər kəsi sarsıdan böyük qorxu, Allahın qəzəbi, əzabı, cəhənnəmə atılmaq qorxusu onları hüzünləndirməyəcək, mələklər də onları qarşılayacaqlar və belə deyəcəklər. Bu, dünyada sizə vəd olunan o xoşbəxt gününüzdür. Ənbiya surəsi 101-103-cü ayətlər. İndi gəlin görək, Nəbi sallallahu aleyhi ve sellem bir hədis şərifində nə buyurulur? Sizi yormamaq üçün çalışıram ki, ərəbcə mətnləri oxumayım, xüsusilə də uzun olanda. İmam Buxari deyir ki, mənə İshak ibn İbrahim danışdı, bizə Abdullah ibn İdris xəbər verdi. Dedi, Husayn ibn Abdurrahmanı eşitdim. Sa'd ibn Ubeydədən, Əbu Abdurrahman Əs-Süləmidən, Əli radiyallahu anhudan dedi. Resulullah sallallahu aleyhi və səlləm məni, Əbu Mərsədi və Zübeyri göndərdi. Bizim hamımız atlı idik. Və dedi, Xax bostanına çatana qədər gedin. Həqiqətən də o bağda müşriklərdən bir qadın var. Onda Hatib ibn Əbi Bəltəədən müşriklərə yazılmış bir məktub var. Onu mənə gətirin. Biz ona çatdıq. O, dəvəsinin belində Resulullah sallallahu aleyhi və səlləmin dediyi istiqamətdə gedirdi. Ona dedik, səndə olan məktubu bizə ver. O dedi, məndə məktub yoxdur. Biz onun dəvəsini tökdürdük, axtardıq, məktubu görmədik. Biz belə dedik, Resulullah sallallahu aleyhi və səlləm yalan deməmişdir. Ya məktubu çıxarırsan, ya da səni soyunduracaq. O, bizdə ciddiliyi gördükdə paltarının bağına tərəf əyildi. Bir də gördük ki, məktub qadının belində bir parçaya bükülü haldadır. Onu çıxardı. Biz onunla birlikdə Resulullah sallallahu aleyhi və səlləmin yanına gəldik. Ömər dedi, ya Resulullah, artıq o Allaha, onun Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax, onun boynunu vurum. Nəbi sallallahu aleyhi və səlləm Hatibə dedi, bunu etməyə səni nə sövq etdi? Hatib dedi, vallahi, məndə Allaha və onun Rasulü sallallahu aleyhi və səlləmə iman etməmək yoxdur. Mən yalnız istədim ki, qövmün, yəni müşriklərin yanında Allahın onunla əhlimi və malımı qoruyacağı bir əl, yəni bir səbəb olsun. Sənin əshabından elə biri yoxdur ki, onun qohum-əqrəbasından Allahın onun vasitəsilə əhlini və malını qoruyan bir kimsəsi olmasın. Nəbi sallallahu aleyhi və səlləm dedi, doğru dedi, onun haqqında xeyirdən başqa bir şey deməyin. Ömər dedi, həqiqətən də o, Allaha, onun Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax, onun boynuna vurum. Resulullah sallallahu aleyhi və səlləm dedi, o, Bədr əhlindən deyilmi? Sonra davam edərək dedi, bəlkə də Allah Bədr əhlinə baxmış və belə demişdir. İstədiyinizi edin, artıq sizin üçün cənnət vacib olmuşdur. Və ya belə dedi, artıq sizi bağışladım. Ömərin gözləri yaşardı və dedi, Allah və Rəsulu ən doğrusunu bilir. İmam Buxarinin səhihində 3983 nömrəli hədisdir. Gəlin bu ayət kərməni oxuyaq. Ləqəd radiyallahu anil mu'minina iz yubayi'unaka tahta şəcərə. فعلم ما في قلوبهم فأنزل السكينة عليهم وأثابهم فتحا قريبا
və məğanimə kəthirətən yəxudunəhə və kənəllahu əzizən həkimə. And olsun ki, Allah ağac altında sənə beyət edənlərdən razı olmuş və qəlblərində də nə olduğunu bilmişdir. Buna görə də onların üzərinə səkinət nazil etmiş, onları yaxın bir fəth ilə və götürədəkləri çoxlu qənimətlərlə də mükafatlandırmışdır. Allah əzizdir, həkimdir. Fəth surəsi 18-19-cu ayətlər. Lakin bütün bunlar heç də demək deyil ki, onlar xəta etmirlər və ya sahabə dində xəta olan bir söz dedikdə onunla əməl olunur. Odur ki, inadkar cahil kimsələr dində nəbilərdən qeyrilərinin məsum olmalarını iddia etməsinlər. Yaxud da mücərrəd olaraq, əgər söz əzəmətli, böyük insandan çıxmışsa, buna binaən dində xətalarla əməl etmək caizdir deməsinlər. 5-ci və 6-cı bablarda zikr edəcəyimiz xətalar heç də təşhir, yəni qaralama, ləkələmə, eyib asma, pisləmə deyildir. Əksinə, onlardan qəti şəkildə Rasulullah sallallahu aleyhi və səlləmin əshabına olan məhəbbət və icralda, yəni hörmət etmək, ehtiram göstərmək, təzim etmək, ululuq vermək kimi, yəni bunların icralda heç bir zərrə qədər nöqsan başa düşülməməlidir. Yəni yuxarıda ard-arda zikr etdiyimiz ayətlər bunun ən böyük dəlilidir. Yəni əgər kitabı qiraətini dinləmirsinizsə, sıra sayına 24 dənə ayət oxuduq, sahabənin fəzilətinə dəvət edən. Bilinməlidir ki, bu xətaları burada verməkdən əsas məqsəd sadəcə olaraq saf İslam fiqhində iki böyük və əzəmətli qaydanı oturtmaq, sabitləmək və bu uca, ulu haqqın müsəlmanların qəlblərində dərin-dərin yerləşməsidir. O iki qayda bunlardır. 1. Rasulullah sallallahu aleyhi və səlləmdən başqa kim olursa olsun, heç kimin sözü və feili dində hüccət deyildir. 2. İslamın bütün hökm və təşkillərində tək qaynaq kitab və sünnətdir. Bunlardan başqa heç bir şey deyildir. Biz yuxarıda kamilliyin mərtəbələrini ona görə zikr etdik ki, rəsullardan, nəbilərdən sonraki kamillik zirvəsinə çatsa da, rəsullardan və nəbilərdən başqa dində heç kimi xatadan məsum olmadığı bir daha qəti şəkildə bəlli olsun. Məzhəblərin və hizblərin məsumluğunu iddia edənlər yalnız öz başlarına torpaq tökməkdədirlər. 5-ci bab. Xətalardan bir qisminin zikri. 1. Ömər ibn Xattab və Osman ibn Affan radiyallahu anhümənin təməttü həccini nəhy etməklə dində xəta etmələrinin zikri. Allah Azze və Cəllə həcci və ümrəni Quran-ı Kərimdə əmr etmişdir. Eləcə də Rasulullah sallallahu aleyhi və səlləm onu etməyi qəti və bəliğ bir şəkildə əmr etmişdir və bu, qiyamət gününə qədər keçərlidir. Bunlara rəğmən bu iki fəzilətli insan bu məsələdə xətaya yol vermişlər və buna görə sahabələrdən Əli ibn Əbu Talib, Abdullah ibn Abbas, Abu Musa əl-Əşari, İmran ibn Hüseyn və Cabir ibn Abdullah radiyallahu anhum onlara qarşı çıxmışlar. Bu nəhiy batil və xətalı nəhiyidir və bunun belə olmasında heç bir şək yoxdur. Bununla əməl edilməz və onunla əsla hüccət gətirilməz. Allah Teala buyurur: "Və atimmul həcce vel umrata lillah." Allah üçün həcci və ümrəni tamamlayın. Bəqərə 196. Gəlin bu hədisi də oxuyaq. Həddəsənə İsmail əxbarana İbn Cüreyc an Ata qala Cabir ibn Abdillah əhləlnə əshaban nəbiyyə sallallahu aleyhi və səlləmə bil həcci xalisa leysə ma'ahu qayruhu خالصا وحده فقدمنا مكة صبح رابعة مضت من ذي الحجة فقال النبي صلى الله عليه وسلم حلوا واجعلوها عمرة فبلغه أننا نقول لما لم يكن بيننا وبين عرفة إلا 5 أمرنا أن نحل فنروح إلى منى ومذاكرنا تقطر منا فخطبنا فقال قد بلغني الذي قلتم وإني لأتقاكم وأبركم ولولا الهدي لحللت ولو استقبلت من أمري ما استدبرت ما أهديت حلوا واجعلوها عمرة قال وقدم علي من اليمن قال بما أهللت فقال بما أهل به النبي صلى الله عليه وسلم قال فأهده وامكث حراما كما أنت. İmam Əhməd Musnəddə 14462 nömrəli hədisdə buyurur ki, bizə İsmail danışdı, bizə İbn Cüreyc xəbər verdi, atadan dedi, Cabir ibn Abdullah dedi. Nəbi sallallahu aleyhi və səlləmin əshabı olan bizlər təkcə xalis olaraq həccə, yəni həcc etməyə niyyət edərək tərbiyə etdik. Onunla bərabər başqası yox idi. Xalis təkcə o idi. Zülhiccənin keçən günlərindən 4-cü günün sabahında Nəbi sallallahu aleyhi və səlləm dedi, İhramdan çıxın və onu ümrə edin. Sonra ona xəbər çatdı ki, bizlər belə deyirik. Bizimlə Ərəfat arasında cəmi 5 gecə qalmışkən,
Bizə qadınlarımızla yaxınlıq edib sonra övrətlərimizdən məni damlaya Ərəfata gəlməyimizi əmr edir. Nəbi sallallahu aleyhi və səlləm xütbə verib dedi, yəni ona bu xəbər çatır və xütbə verib deyir. Artıq dediyiniz bu söz mənə çatmışdır. Şübhəsiz ki, mən sizin Allahdan ən çox qorxanınız və ən yaxşınızam. Əgər yanımda kəsəcəyim qurban olmasaydı, mən də sizin kimi ihramdan çıxardım. Əgər bu cür etmək haqqında əmr mənə əvvəldən gəlsəydi, belə etməzdim və özüm də kəsməyə qurban gətirməzdim. Artıq ihramdan çıxın və onu ümrə edin. Bu əsnada Əli ibn Əbi Talib radiyallahu anhu Yəməndən gəldi və Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, nə ilə, yəni nə niyyətlə təlbiyə etdin? Əli dedi, Nəbi sallallahu aleyhi və səlləmin təlbiyə etdiyi ilə təlbiyə etdim. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, kəsmək üçün qurban göndər və ihramda olaraq qal. Bunu da oxuyaq. İmam Müslimin Səhihindən 2915 nömrəli hədis. Mənə Muhammed ibn Hatim danışdı, bizə Yahya ibn Səid danışdı, İbn Cüreycdən mənə ata xəbər verdi, dedi. Mənimlə birlikdə olan insanların içində Cabir ibn Abdullah radiyallahu anhu məni eşitdim, dedi. Muhammed sallallahu aleyhi və səlləmin əshabı olan bizlər təkcə xalis olaraq həccə, yəni həcc etməyi niyyət edərək təlbiyə etdik. Ata dedi, Cabir dedi. Zülhiccənin keçən günlərindən 4-cü günün sabahında Nəbi sallallahu aleyhi və səlləm yanımıza gəldi və bizə ihramdan çıxmağa əmr etdi. Ata ibn Əbi Rabah sözünə davam edərək dedi. Cabir radiyallahu anhu dedi ki, Resulullah sallallahu aleyhi və səlləm dedi, ihramdan çıxın və qadınlarınızla yaxınlıq edin. Ata dedi, Resulullah sallallahu aleyhi və səlləm onlara bunu qəti şəkildə əmr etmədi, lakin bunu onlara halal etdi. Burada Ata ibn Əbi Rabahın sözü ki var. Yəni öz sözüdür, öz fəhmidir, heç bir şəri hökm daşımır. Resulullah sallallahu aleyhi və səlləmin verdiyi əmrlər icra olunmaq üçündür, tərk olunmaq üçün deyil. Sonra həccə davam edir, Cabir radiyallahu anh dedi, biz dedik, bizimlə Ərəfat arasında cəmi 5 gecə qalmışkən bizə qadınlarımızla yaxınlıq edib sonra övrətlərimizdən məni damlaya Ərəfata gəlməyimizi əmr edir. Ata ibn Əbi Rabah dedi, Cabir əli ilə işarə edərək, sanki mən indi də Rasulullah sallallahu aleyhi və səlləmin əlini hərəkət etdirərək necə etdiyini görürəm. Nəbi sallallahu aleyhi və səlləm içimizdə ayağa qalxıb dedi. Artıq bilirsiniz ki, mən sizin Allahdan ən çox qorxanınız, ən sadiq olanınız və ən yaxşınızam. Əgər yanımda kəsəcəyim qurban olmasaydı, mən də sizin kimi ihramdan çıxardım. Əgər bu cür etmək haqqında əmr mənə əvvəldən gəlsəydi, belə etməzdim və özüm də kəsməyə qurban gətirməzdim. Artıq ihramdan çıxın. Biz ihramdan çıxdıq və eşidib itaət etdik. Ata dedi, Cabir dedi. Bu əsnada Əli ibn Əbi Talib radiyallahu anh Yəməndən verci yığmaqdan gəldi və Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, nə ilə təlbiyə etdin? Əli dedi, Nəbi sallallahu aleyhi və səlləmin təlbiyə etdiyi ilə təlbiyə etdim. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, kəsmək üçün qurban göndər və ihramlı olaraq qal. Əli də kəsmək üçün qurban göndərdi. Suraqa ibn Məlik ibn Cəşim dedi, ya Rasulallah, bu həcc aylarında ümrə etmək, həcc ilə ümrəni birləşdirmək, bu ilə xasdır, yoxsa əbədidir? Resulullah sallallahu aleyhi və səlləm dedi, əbədidir. İmam Müslimin Cabir ibn Abdullah radiyallahu anhümədən rivayət etdiyi hədisdə bu cümlələr də yer almaqdadır. Fəqalə Suraqat ibn Məlik ibn Cəşim, ya Rasulallah, əli aminə hədə əmli əbəd? Fəqalə li əbəd. Suraqat ibn Məlik ibn Cəşim dedi, ya Rasulallah, bu, yəni həccələrini ümrə etmək, həcc ilə ümrəni birləşdirmək, bu ilə xasdır, yoxsa əbədidir? Resulullah sallallahu aleyhi və səlləm buyurdu, əbədidir. Eləcə də İmam Əhmədin rivayətində bu cümlələr yer almaqdadır. Fəhəllən nəsu kulluhum. Fəqalə Suraqat ibn Məlik ibn Cəşim və hıva fi əsfəlil mərvə. Ya Rasulallah, əli aminə hədə əmlil əbəd? Fəşəbbəkə Rasulullah sallallahu aleyhi və səlləm əsabi'ahu fəqalə lil əbəd. Tələtə mərrat, thümmə qal, dəxələtil ümrətü fil həcci ilə yevmil qiyamə. Orada buyurulur ki, insanların hamısı ihramdan çıxdılar. O zaman Suraq ibn Məlik ibn Cəşim dedi, o Mərvənin ən aşağısında idi. Ya Rasulallah, bu, yəni həccələrində ümrə etmək, həcc ilə birləşdirmək bu ilimiz üçündür, yəni bu il üçündür, yoxsa əbədidir. Resulullah sallallahu aleyhi və səlləm barmaqlarını bir-birinə keçirdi və dedi, əbədidir. O, bunu 3 dəfə dedi. Sonra da belə buyurdu. Ümrə qiyamət gününə qədər həccə daxil olmuşdur. İmam Əhmədin Müsnədi 14493. Yeni İmam Əhmədin rivayətində belə buyurulur. Bizə İsmail danışdı, bizə İbn Cüreyc xəbər verdi, atadan dedi, Cabir ibn Abdullah dedi, Nəbi sallallahu aleyhi və səlləmin əshabı olan bizlər təkcə xalis olaraq həccə, yəni həcc etməyə niyyət edərək təlbiyə etdik, onunla bərabər başqası yox idi, xalis təkcə o idi. Zülhiccənin keçən günlərindən 4-cü günün sabahında Nəbi sallallahu aleyhi və səlləm dedi, ihramdan çıxın və onu ümrə edin.
Sonra ona xəbər çatdı ki, biz belə deyilik, bizimlə Ərəfat arasında cəmi 5 gecə qalmışkən bizə qadınlarımızla yaxınlıq edib, sonra övrətlərimizdən məni damlaya-damlaya Ərəfata gəlməyimizi əmr edir. Nəbi sallallahu aleyhi ve sellem xütbə verib dedi, artıq bu dediyiniz söz mənə çatmışdır. Şübhəsiz ki, mən sizin Allahdan ən çox qorxanınız və ən yaxşınızam. Əgər yanında keçəcəyim qurban olmasaydı, mən də sizin kimi ihramdan çıxardım. Əgər bu cür etmək haqqında əmr mənə əvvəldən gəlsəydi, belə etməzdim və özümlə kəsməyə qurban gətirməzdim. Artıq ihramdan çıxın və ümrə edin. Yəni gördüyünüz kimi hədislərin hamısında bunlar açıq şəkildə bəyan edilir. Bütün bunlar Quran-ı Kərimdə və Nəbi sallallahu aleyhi ve sellem hədislərində olan qəti əmrlərdir və onlar qiyamət gününə dək bunun belə olmasını əmr etmişdir. Bundan sonra isə ümrəni həcc ilə cəm etməyin, yəni buna təməttü həcci deyilir, nəhy edilməsinə bax. İnşallah onu da 9-cu qiraətimizdə edəcəyik Allahın izni ilə və axirə davamən elhamdülillahi Rabbil aləmin.